Bolnis Akrebulos'un sədri Georgi Svanidze əməkdaşları ilə birlikdə Bolnisin mərkəzi klinikasını ziyarət edərək Darecan Çıxetyan ilə işçilərini iş mühitində Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etdi. Darecan Çıxetyani Bolnis mərkəzi klinikasının təsisçilərindən biri və ginekologiya şöbəsinin müdiridir. O, həmçinin Gürcüstan parlamentinin 8-ci çağırışının və 2000-2004-cü illərdə Bolnis Akrebulos'un üzvü olub. Bolnisin doğum evində qonaq olaraq Darecan xanımı Çıxetyanini təbrik etdik. Öz əməkdaşları ilə birlikdə ona can sağlığı arzulayırıq. Onlara eyni zamanda uğurlar arzulayırıq. Bütün qadınları bu gün münasibətilə təbrik edirəm. Onlara daimi yaz əhval-ruhiyyəsi arzulayıram. Həmçinin 24 saat çalışaraq pasientlərə xidmət edən əməkdaşlarımı təbrik edirəm. Bolnis Akrebulos'un sədri cənab Georgiyə diqqətinə görə təşəkkür edirəm. Diqqət hər kəsə lazımdır, amma 8 mart günü qadınların xüsusi diqqətə ehtiyacı olur. Təşəkkür edirik.